Deyirlər ki, bu zonadan Ağarma adında şair olub, yazmağı, oxumağı falan bilməyib. Elə bədahətən deyirmiş, camaat da sözlərini yazırmış. Bunun bir evladı olub, evladı buna biraz əziyyət verib, işgəncə verib. Bu gəlib bir ziyarətgaha, əllərini göyə qaldırıb dua eləmək istəyir ki, ya Rəbbim, mən nə günah eləmişəm ki, mənə belə evlad vermirsən. Ziyarətgahın o biri tərəfində görür ki, bir dənə cavan oğlanla qız, onlar da Allaha dua edirlər, məzlumana dua edirlər ki, ya Rəbbim, sən niyə bizə evlad vermirsən? Hala bax, bu gəlib ki, sən niyə belə evlad vermirsən? O gəlib ki, sən niyə mənə belə evlad vermirsən? Orada bir dənə beyt deyir onlara, deyir, ey çəkən evlada həsrət, gəl eşit fəryadımı, sən mənə həsrət bağışla, mən sənə evladımı.